Salam. Bugün sizinlə bir məqalə üzərində danışacağım. O da nədir? Qurani-Kərimdə qadın köləliyi varmı? Həqiqətən Quran qadını kölə etmək, köləlik sistemi ortaya qoymaq kimi bir məsələsi varmı, yoxmu? Buna baxmağa çalışacağıq. Bildiyiniz kimi bir çox insanın, xüsusən də ateistlərin Quranda qadınların cariyələşmə məsələsini gözə soxmağa çalışırlar və tərcümələrdə bildiyiniz kimi ənənəvi din adamları Quranda cariyə sözü, cərəyan etmək, bir şeyin axıb getməsi, çayların cəryanı üçün işlənən bir sözdür əslində Quranda. Amma heç bir yerdə bu kəlmənin şəxs olaraq, xüsusən də qadın üçün işlənmədiyini görə bilərsiniz. Baxsanız, yəni cəryan, cariyə sözü zaten ərəb sözüdür, amma Qurani-Kərimdə bugünkü toplumun anladığı kimi o mənada heç bir yerdə işlənməyibdir. Bunlar hansı sözə bu mənanı veriblər? Cariyə deyiblər. Mələkət əymanikum ifadəsinə bu anlamı yükləyiblər ki, cariyə deyərək. Yəni qadın kölə ifadəsini mələkət əymanikum deyə olan kəlməyə yükləyiblər. Biz bu ifadənin semantik və hüquqi kontekstdə Qur'anı analizini inşallah etməyə çalışacağıq. İslamın qadın köləliyini təsdiqlədiyi iddiası çox vaxt Qur'ani mətnin özündən deyil, sonraki tarixi təcrübələrdən və terminoloji tərcümə problemlərindən qaynaqlanır. Halbuki Qur'ana sistemli bir baxış açsaq, görərik ki, vəhy mövcud bir sosial reallığı, əsirlik və asılılıq münasibətlərini tənzimləyir. Lakin onu normativ ideal kimi təqdim etmir. Əksinə azadlığa yönəlmiş mərhələli hüquqi model qurduğunu görərik. Yəni zamanla bitirir. Çünki biz baxırıq ki, zaten tarixdə, həm şərqdə, həm qərbdə, dünyanın dörd bir yanında zaten köləlik, qulluq devirləri yaşanılıbdır. Bu İslamdan qabaq olmuş bir şeydir. Quran nazil edilən zamanda zaten köləlik var idi, qulluq var idi. Amma Quran insanları kölələrin azadlaşdırılmasına yönləndirilir. Və Quranın heç bir ayəsində döyüşdən ələ keçirilən kölə qadınlardan bəhs etməz. Əsirlərdən ümumi bəhs edər, kişi cinsində gələr. Amma belə bu formada bəhs etməz. Hətta döyüş bitdikdən sonra fidyə qarşılığında və yaxud da fidyə alınmadan onların azad edilməsini bizə tapşırdığını görürük. Məsələn, Muhammed surəsində. Bu məqalədə məqsəd mələkət əymənukum ifadəsinin Qur'ani kontekstdə semantik spektrin təhlil etmək və qadın köləliyi iddiasını birbaşa ayələr əsasında akademik şəkildə dəyərləndirməyə çalışacağıq inşallah. Birinci kateqoriyamızda tarixi reallıq və Qur'ani strategiya o baş olaraq ələ alaq. Birinci kateqoriyada Qur'an nazil olduğu cəmiyyətdə köləlik artıq mövcud idi. Vəhy bu sistemi legitimləşdirmək əvəzinə onun sosial nəticələrini yumşaldan və tədricən aradan qaldıran hüquqi mexanizmlər qurur. Diqqət eləsək, 1. Günah kəfarələrinin önünə kölə azad etməni qoyulmasıdır. Məsələn, Maidə surəsi 89-cu ayədə və yaxud da Mücadilə olan 58-ci surənin 3-cü ayəsi ilə və yaxud da Nisa surəsi 92-ci ayələrlə bir insanın etdiyi günahın kəfarəsi olaraq bir qul azad edilməsini ortaya qoyur. Qul azad etmək isə onu sahiblənən şəxsə bir məvacib ödəyib bunu çölə tullamaq anlamına gəlməz. Onların yəni öz ayaqlarının üzərində durub normal yaşamasını təmin etmək məsələsi durur. Sərt yoxuşun əsas mərhələsi kimi kölə azadlığı, məsələn, Bələd surəsi 12 və 13-cü ayətlərdə Allah bu işə təşviq edir. Sərt yoxuşu keçə bilmədilər. Neynəmədi? O nədir? Açıqlayır ki, o bir qul azad etməkdir. Yəni, başqasının boyunduruğu altında olana azadlıq, hürriyyət bəxş etməkdir. Yəni, maddi yardımların borclular və asılı vəziyyətdə olanlara yönləndirilməsi, məsələn, Tövbə 60-cı ayəsində ortaya qoyulmuşdur. Beləliklə, Qur'anın normativ istiqaməti asılılığı azaltmaq, azadlığı artırmaqdır yəni. İkinci kateqoriyamızda baxsaq, mələkət əymənukum ifadəsinin dil və semantika təhlilinə ələ almağa çalışacağıq. Ərəb dilində mələkə, malik olmaq ixtiyarına
almaq, bir şeyi öz ixtiyarına almaq, himayəsi altına almaq, götürmək kimi mənaları vardır bu sözün. Güc, yemin kəlməsi olan onun cəmi əymandır, əymən sözü. Güc, öhdəlik, müqavilə, andı olaraq anlaşılan bir anlamı var. Sağ əl sözündən ən çox bu anlamları da var. Yəni bu baxımından ifadənin iki əsas semantik ehtimalı vardır. Bir, sağ əlinizin malik olduqları, yəni nə? Yəni faktiki ixtiyar, himayə münasibəti. İki, antlaşmalarınızla malik olduqlarınız müqavilə və hüquqi öhdəliklə bağlı himayə anlamlarını yükləmiş olur bu mənaya. Qur'anın müxtəlif ayələrində bu ifadə kontekstə görə dəyişən hüquqi kateqoriya kimi işlənir. Bu, statik kölə anlayışından daha geniş və dinamik hüquqi münasibəti göstərir. Üçüncü kateqoriyamızda hicrət edən qadınlar və hüquqi himayə modelini istəyirəm ortalığa qoyaq. Deməli, Mümtəhinə olan 60-cı surənin 10, 11 və 12-ci ayələrini ardıcıl diqqətlə oxusaz, Allah burada nə demək istədiyini başa düşəcəksiniz. 10-cu ayəsi göstərir ki, iman edən qadınlar düşmən cəmiyyətlərindən ayrılıb mömin topluma sığınırdılar. Onların geri qaytarılması qadağan edilir və əvvəlki həyat yoldaşlarına verilən xərclərini, yəni onların xərclədikləri pulu, o qadınlara xərclədikləri mehrini, xərclərini qaytarılması əmr olunur. Bu, həmin qadınların bir, zorla əsir alınmadığını, iki, öz iradələri ilə sığınma hüququ qazandıqlarını və üçüncü, cəmiyyət tərəfindən maliyyə hüquqi himayəyə alındıqlarını ortaya qoymuş olur, göstərmiş olur. Və nəticədə Mümtəhinə surəsi 12-ci ayəsində isə bu qadınlara beyət, antlaşma edilir, mərufə əsasən. Bu sayılan o məsələlər elə ki onlarda ortaya çıxsa, o zaman onlar nə qarırlar? Sözləşmə olur. Bu hüquqi münasibət, yeminlə malik olmaq ifadəsinin müqavilə əsaslı şərhini gücləndirir. Dördüncü kateqoriyamıza baxsaq, nikah hüququ və sosial bərabərliyi Nisa surəsi 25-ci ayəsində mühüm bir prinsip qoyur ortalığa bu ayə. Nə deyir? Maddi imkanı çatmayanlar, yəni azad qadınlarla evlənməyə imkanı olmayan kişilər, iman edən himayə altındakı qadınlarla evlənsinlər və onların mehirlərini verərək iffətli şəkildə nikahlansınlar və onları himayəsinə alan ailənin iznini istəsinlər. Yəni sizin yanınızdaydı bu qadınlar. Bunların həqiqi möminə olduqlarını, kafirlərdən qaçıb gələn bu qadınların, bu Mümtəhinə 12-də sayılan şeylərin, mənfi xüsusiyyətlərin bunlarda olmadıqlarına, müsbət xüsusiyyətlərin bunlarda olmaqlarına dair fikir bildirsinlər, izin versinlər, sonra onlarla evlənməyi ortaya qoyur. Burada izin qəsdi budur yəni. Bu ayə bir neçə əsas nəticə doğurur. Bir, bu qadınlarla əlaqə yalnız nikah çərçivəsində mümkündür deyir. İki, onlara mehriyə verilməsi tələb olunur. Üçüncü, onlar siz bir-birinizdənsiniz ifadəsi ilə insani bərabərlik statusu aldığını ortaya qoyur. Bu model qadın köləliyini deyil, hüquqi himayə altındakı qadınların ailə qurmaq hüququnu təsdiq edir. Beşinci kateqoriyamızda azadlıq müqaviləsi və məcburiyyət qadağasını Nur surəsi 33-cü ayəsi ilə ən gözəl şəkildə Allah açıqlayır. Deməli, bu Nur 33-cü ayəsi Qur'ani hüquq modelinin zirvəsidir deyərəm ki. Himayə altındakı şəxslər azadlıq müqaviləsi tələb edə bilər. Onlarda xeyirdən qəsd nədir orada? İman və səmimiyyət. Xeyirdən görürlərsə, bu müqavilə verilməlidir deyilir. Deməli, onlarda xeyir ifadəsini, yəni iman və səmimiyyət görərlərsə, bu müqavilə verilməlidir. Nur surəsi 33-dəki onlarda xeyir görsəniz, xeyirdən qəsd nədir deyə sualını ortaya qoysanız, bu sualın cavabını bizə Ənfal surəsi 70-ci ayədə Allah belə buyurur ki, Yə əyyuhən nəbi qul limən fi əydikum minəl əsra, o əsirlərdən sizin əlinizdə olan kimsələr üçün deginən ki, in ya'lamullaha fi qulubuhum xeyr, əgər Allah sizin qəlblərinizdə xeyir olduğunu bilsə, yu'tukum xeyran mimma ukhidha minkum, sizdən alınan şeydən daha xeyirlisini Allah sizə əta edəcəkdir və sizi bağışlayacaqdır və Allah bağışlayandır, rəhimlidir. Deməli, burada xeyirdən qəsd qəlblə olan xeyir, yəni iman olduğunu ortaya qoymuş olur Allah. Ona görə də burada xeyir onların qəlblərində olan şey nədir? İman və səmimiyyət. Görərlərsə bu müqavilə verilməlidir deyir. Üçüncü olaraq onları dünya mənfəəti üçün cinsi istismara məcbur etmək qəti qadağan olduğunu ayə ortaya qoymuşdur. Bu hökm qadın köləliyi iddiasını kökündən sarsadır. Çünki məcburiyyət açıq şəkildə haram edilir burada. Və dördüncü kateqoriyamızda məmələket əymanukum keçən ayələrin tematik sintezini
ortaya qoyuruq. Quranda bu ifadə 14 ayədə keçir. Onları tematik olaraq qruplaşdırdıqda aydın hüquqi xətt ortaya çıxır. Ailə və iffət kontekstində keçən ayətlər var. Yəni 4-cü surənin, yəni Nisa surəsi 3, 24-cü 25-ci ayələri, bir də Müminin olan 23-cü surənin 6-cı ayəsi ilə 70-ci Məaric surəsi 30-cu ayələrinə baxdıqda bu ayələr nikah və iffət çərçivəsində himayə altındakı qadınların hüquqi statusunu tənzimləyir. Heç birində zorakı köləlik təsdiqi edilmir yəni. İkinci variantda isə sosial və iqtisadi münasibətlər babında olan ayətlər var ki, məsələn, Nisa 36-cı ayə, Nəhl 71-ci ayə və Rum 28-ci ayələrdə isə bu ayələr cəmiyyət daxilində himayə altındakıların insanlıq baxımından bərabərliyini vurğulayır və onları sırf mülkiyyət kimi görən zehniyyəti tənqid edir. Üçüncü variantda isə ictimai həyat və belə deyək də, qadınların o örtünmə məsələsini bildirən ayət baxımından gələndə əxlaqi konteksti ortaya qoyursan ki, o ayədə cazibəli süslü yerlərinin örtülməsi tapşıran ayələr var. Nur surəsi 31-ci ayə və 33-cü ayə və 24-cü surə olan Nur surəsi 61-ci ayə 3 yerdə 31, 33, 61-ci ayələr. Burada məqsəd onların qorunması, hüquqlarının tanınması və azadlığı çıxış imkanlarının təmin edilməsi və onların ailə üzvlərinin bir fərdi kimi göstərilməsi açıq şəkildə ortaya qoyulmuş olur. Dördüncü variantda isə xüsusi Nəbiyyə kontekstdə gəlmiş bir ayətdir. Deməli, Əhzab surəsi 50, 52 və 55-ci ayələrdə bu ayələr xüsusi hüquqi kontekstlə bağlıdır və ümumi normal belə deyək də, ümumi norma deyildir. Yəni, hər kəsə aid məsələ deyil. Nəbiyə bağlanmış bir formada gəlir və çox maraqlıdır ki, onun da o sözləşməsi ilə yanına yerləşmiş qadınların olduğu göstərilir və bunlar eyni ilə Allah elçisi ilə azad bir şəkildə evlənmək istəsə evlənə bilərlər. Amma evlənmək istəməsələr, başqa biri ilə evlənmək istəsələr, elçi onlara mükatibə yazıb verməlidir. Nur surəsi 33-cü ayətə əsasən bu məsələ orada da keçərli olduğunu görürük. Əks təqdirdə Peyğəmbər də qadınları cariyə eləyib, köləsi edib fikrini ortaya qoyarlar ki, bu da ki, həqiqətən çox məntiqsiz bir şeydir və bunun elçi tərəfindən edilməsi mümkün deyil. Çünki bu ayətlərdən biz hamısını 14 yerə ələ alanda bu nəticəyə vara bilmirik. Hə, kimsə belə deyək də, Allahı və yaxud da dini və yaxud da Qur'anı ləkələməyə çalışmaq üçün danışıb müəyyən tərcümələrdəki sözlərlə insanları aldatmaq istəyir və yaxud da hansı insanlar da ona inanıb aldanmaq istəyirsə, bizim onlarla zaten bir işimiz yoxdur. Özlərini aldadan insanlardır, öz işlərindən məşğul olsunlar. Və sonda olaraq Qur'anın hüquqi fəlsəfəsi asıllıqdan azadlığa doğru bir fikir qoyduğunu görürük. Ayələrin ümumi xətti belədir. 1. Mövcud asıllıq reallığı qəbul edilir. Yəni, mövcud asıllıq reallığı qəbul edilir. Bu şəxslər ikinci olaraq bu şəxslər hüquqi və maliyyə himayəyə alınır. Üçüncü, nikah mehriyyə və razılıq prinsipi. Bəli. Üçüncü dedik ki, nikah mehriyyə və razılıq prinsipi qoyulur. Dördüncü, məcburiyyət və cinsi istismar qadağan edilir. Beşinci, azadlığa çıxış üçün müqabilə mexanizmi yaradılır. Və altıncı olaraq da kəffarələrdə kölə azadlığı təşviq olunur. Bu mərhələli model köləliyi davam etdirmək deyil, onu sosial sistemdən tədricən çıxarmaq strategiyasıdır görürük. Nəticə olaraq Qur'anın mətnə bütün baxış göstərsək, Qur'an qadın köləliyini normativ belə deyək də, institut kimi təsdiq etmir. 1. İkinci, ifadəsi ki var, məmələkət əymənukum ifadəsi sabit kölə anlayışı deyil, hüquqi himayə kateqoriyasıdır görürük. Üçüncü, məcburiyyət, cinsi istismar və zorla saxlanma açıq şəkildə qadağan edilir. Dördüncü, nikah mehriyyə, razılıq və azadlıq müqaviləsi kimi mexanizmlər bu şəxslərin insan ləyaqətini qoruduğunu görürük. Dördüncü isə ümumi istiqamət, köləliyin tədricən ləğvi və insanın azadlaşdırılması və hürriyyətini görmüş oluruq. Beləliklə, Qur'ana əsaslanan akademik nəticə budur ki, Qur'anda qadın köləliyi ideoloji və hüquqi norma kimi mövcud deyil, əksinə vəhiy asılı vəziyyətdə olan qadınları qoruyan, hüquqi, belə deyək də, hüquq qazandıran və azadlığa yönəldən transformativ sistem təqdim etdiyini görürük. Doğru olan yalnız Allahdandır.
yanılma ehtimali isə biz insanlara aiddir. Əgər bu məqaləmizdə bir xətamız varsa da, təbii ki, bu da bizim diqqətsizliyimizdən ola bilər. Amma dediyimiz kimi Allah kitabında xətaya yol verməz. Onu xətalı göstərənlər ya bilərəkdən, ya bilməyərəkdən göstərmiş ola bilər ki, tərcümə üzərindən və yaxud da ki, Qurandan kənara çıxaraq tarixi insanların adından uydurulmuş hədis, rəvayət üzərindən insanları səhv yönləndirərək tarix boyu onsuz da zülm edilib həm kişilərə, həm qadınlara, həm uşaqlara, din adı altında insanları aldadaraq nə qədər haqsızlıqlar baş veribdir və əminəm ki, bu edilən haqsızlıqların cəzasını Allah qiyamət günü onlara zaten verəcəkdir. Amma bunu düzəltmək lazımdır. Bu belə də gəlib, belə də getməlidir deyilməsi, bu həqiqətən acınacaqlı bir fikir formasıdır. İnsan bir şeyin yanlış olduğunu gördüyü zaman onu düzəltməyə çalışmalıdır və biz Qur'anı biz əlimizdə əsas götürməliyik. Rəvayətlərinizi də, hədislərinizi də, dininizi də, bütün ibadətlərinizi və ümumi olaraq sosial, fərdi həyatınızda olan ağla, məntiqə sığmayan məsələləri Qur'anı referans alaraq düzəldib, həqiqi bir inşallah ki, doğru istiqamətə yönəlməyi lazımdır və Allah bu işlərdə hər birimizi müvəffəq eləsin. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.